Əziz və dəyərli izləyicilər, belə bir möhtəşəm həyət evimiz satışa çıxıb. Mərkəzi xəstəxananın dost mərkəzinin arxa tərəfində yerləşir. Bakı-Sumqayıt yolunun 200 metrliyindədir. 3 sotda inşa olunub, ümumi 5 otaqdan ibarətdir. Qazın suyun işığın fasiləsi olduğu mərkəzi kanalizasiyanın fəaliyyət göstərdiyi bir ərazidir. Giriş qapısı pedalar üçün əlavə nəzərdə tutulub, avtomatik qapılardır. Həyətənin sahədə sanitar qovşaq. Bax, belə bir sanitar qovşaq. Sanitar qovşağın üst hissəsində ehtiyat süsəni və burada su motoru qoyulub və bu hissədə də gələcəkdə yay mətbəx etmək üçün şərait yaradılıb. İstənilən an özünüzə uyğun yay mətbəxi və s. kimi istifadə edə bilərsiniz. Bax, görüntü bu qaydada da sağı ilə və arxası ilə ara məsafəsi gözlənilib. Belə bir besetkası düzəldilib. Besetkanın da gələcəyində cam balkonla bağlayıb ətrafın qışda da istifadə etmək mümkündür. Evdə birinci və ikinci mərtəbə monolit betondur. 170 kvadrat metrdə nəhəng evdə dəyərli dostlar. Otaq ölçüləri ideal səviyyədədir. Qaz su işıq fasiləsizdir, mərkəz kanalizasiya var. Bax, evin yan tərəfi ilə 1 metr, arxa tərəfi ilə də metr yarımlıq məsafə gözlənilib. 1 və 2-ci mərtəbə monolit betondur və 1-ci mərtəbə boydan boya isti döşəmədir. Allah hər kəsə gözəl evlər qismət eləsin. Həqiqətən də axtardığınız ərazidə yaxşı bir evdir, dəyərli dostlar. Bax, işləmələrə fikir verin. Dartma tavandan istifadə olunub. İlk mərtəbənin dəhlizində və sanuzellərdə. Ümumiyyətlə, 1-ci mərtəbə istipoldur. Giriş qapısına baxın, burada belə bir ayna yığılıb, pilləkən betondan yığılıb. Burada solda yerləşir zal hissə, dəyərli dostlar. Geniş zal hissə mövcuddur. Kvadrat formadadır, dar uzun, ensiz deyil, ideal formadadır. Və tavana da fikir verin, gizli işıqlardan istifadə olunub, çılçıraq üçün əlavə yer nəzərdə tutulub. Pəncərələr də boy pəncərələrdir, kondisioner və TV xətti çəkilib. 1-ci mərtəbə, bir daha qeyd edirəm, monolit beton və istipol. Mərtəbə arasında monolit betondur. Bax, xanımların arzuladığı böyük ölçü, mətbəx sahəsi. Fikir verin. Haradasa 25 kvadrat metrli bir mətbəx sahəsi mövcuddur. Və əlavə olaraq da ilk mərtəbədə belə bir yataq otağı var. Dəyərli dostlar, pəncərələrdə evin arxa tərəfi ilə metr yarımlıq məsafə gözlənilib, bu hissəyə baxır. Və gün işığı çox rahat şəkildə evə düşə bilir. Bax, bura sanitar qovşaq. Sanitar qovşaq hər iki mərtəbədə mövcuddur. İlk mərtəbənin kollektor sistemi pilləkənin alt hissəsində yığılıb, pilləkən də betondur, mərmər daşlarla üzlənib. İkinci mərtəbə ilə sizi tanış edeyim. Betonun qalınlığına fikir verin, hörmətli dostlar. 20 cm qalınlığında monolit betondur, qoşa setka. Və ümumiyyətlə cüt kubikdən istifadə olunub, tikintinin əvvəlindən yekun nə qədər. Ümumi kondisioner xətti burada da atılıb, sonunda size eyvan sahəsini göstərəcəm. Bax, burada belə bir ailə üçün nəzərdə tutulmuş böyük yataq otağı. 170 kvadrat metr torpaq sahəsi 3 sot. Evin sahəsi isə 170 kvadrat metr. Qiymət 197.000 manat, hörmətli dostlar. Real bazarda müəyyənləşdirilib. Abşeron rayon mərkəzi xəstəxanasının dost mərkəzinin Moza Şadlıq Sarayının 10 nömrəli məktəbin 200 metrliyindədir. Bakı-Sumqayıt yolunun 200 metrliyindədir. O cümlədən də 2 nömrəli məktəbdə çox qısa ayaq məsafəsində düşür və geniş məhəllənin kənarında da gəlin buradan sizə eyvan sahəsindən ümumi ərazini də göstərim. Bax, belə bir eyvan sahəsi var. Həyətənin sahə bu qaydadadır, dəyərli dostlar. Qaz su işıq fasiləsizdir, mərkəz kanalizasiya var. Hündür rütubətdən, nəmişlikdən, kənar seldə, suda, daşqında problem görməyən bir ərazidir, hörmətli dostlar. Əlaqə nömrəm 077 744 36 33. Sağ olun, hələlik.